Sabah paytaxtda Beynəlxalq Forum öz işinə başlayır. 3 gün davam edəcək forumda dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi mövzusu ətrafında müzakirələr aparılacaq. Dünyanın nəzərləri yenə də Bakıya dikilir. Dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi mövzusunda keçiriləcək tədbirdə hazırki və keçmiş dövlət və hökumət başçıları, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətlərdə daxil olmaqla ümumilikdə 400-dən çox nümayəndənin iştirakı gözlənilir. Yeni dünya düzəninin formalaşdığı, yeni çağırışların meydana gəldiyi bir dönəmdə bu kimi tədbirin ölkəmizdə keçirilməsi isə mühüm amil kimi dəyərləndirilir. Dünyada gedən proseslər, baş verən müharibələr və müharibələrin davamlı olmasına maraqların toqquşması, gərginliklərin artması fonunda dialoqa ehtiyacın yaranması da qaçılmazdı. Bu baxımdan 12-ci Qlobal Bakı Forumu qlobal gündəliyi narahat edən məsələlərin müzakirə olunduğu nadir platformadır. Platformanın bir üstünlüyü də ölkəmizin dünyaya təqdim etmək üçün fürsətin yaranmasıdır. Biz forum çərçivəsində ölkəmizin məqsədləri və baxışlarını da bölüşə bilərik. Belə tədbirlər müstəsna şəkildə Azərbaycanın xarici siyasət konsepsiyası, reallıqlar, regionda baş verən hadisələrlə bağlı yerində informasiyanın çatdırılması üçün önəmli bir vasitədir və bu vasitələr hər zaman bizim informasiya müharibəsində kifayət qədər önəmli addımlar atmağımıza gətirib çıxardıb ki, düşünürəm ki, Qlobal Bakı forumunda burada istisna deyil və 400-dən artıq dövlətin təmsil edəcək nümayəndələrin iştirak etməsi və onların yerində regionda baş verən proseslərlə bağlı məlumatlandırılması bizə kifayət qədər önəmli töhfə verəcək informasiya müharibəsində ön plana çıxmağımız üçün. Azərbaycan artıq təkcə regionda deyil, bütün dünyada öz fikir və yanaşması ilə tanınan və etibar edilən dövlətə çevrilib. Yeni dünya düzənində önəmli yerə sahiblənəcəyi də şübhəsizdir. Qlobal Bakı Forumu da bu prosesə təkan olacaq deyə təhlilçilər qeyd edirlər. Onda deyək ki, forum 3 gün davam edəcək. Bəturə Nəbiyeva, Nadir Cəlilov, Space.